Döyülən uşaqların xroniki xəstəlikləri daha çox olur. Child jurnalında dərc edilən yeni bir araşdırma uşaqlıqda zorakılığa məruz qalmayanlarla müqayisədə fiziki və cinsi zorakılığa məruz qalanların böyüdükdə angina, artrit, asma, infarkt, depressiya və əlillik kimi fiziki və ruhi xəstəliklərə tutulma ehtimalının 2 dəfə daha çox olduğunu müəyyən edib. Toronto Universitetinin alimlərinin 80 mindən çox Amerika vətəndaşının davranış risk faktorlarına nəzarət sisteminin məlumatlarını təhlil edib. Uşaqlıqda fiziki, psixi və cinsi zorakılığa məruz qalan azyaşlıların xəstəliklərə meyilliliyi həmyaşıdları ilə müqayisədə 70% daha çox olub. Toronto Universitetinin Həyat Kursu və Yaşanma İnstitutunun tədqiqat koordinatoru Shannon Halls bildirib ki, insanlar adətən həyatın erkən yaşlarında yaşanan çətinliklərinin sonrakı dövrlərdə sağlamlığa təsiri barədə düşünmürlər. Tədqiqatdan çıxan nəticələr isə uşaqların təhlükəsiz mühitdə böyüməyinin onların gələcək həyat keyfiyyətinə necə birbaşa təsir etdiyini göstərir, deyə alim bildirib.